Növbəti hissə opportunity və possibility. Bu bir qədər artıq daha teorikdir. Bunları mütləq ki oxuyun. Mütləq ki oxuyun. Bir şey, yəni market necədir? Bildik ki, qeyri-müəyyəndir, yaxşı. Bəs bu qeyri-müəyyənliyin içində bizə nə lazımdır? O imkanlar və o imkanların orada olması üçün mümkünlüklər. Mümkünlüklər var. Başa düşdün? Mümkünlüklər var ki, irəli gedəsən. Müəyyənliklər yoxdur ki, irəli gedəsən. Bax, o müəyyənlik inancını bir növ silməlisən. Müəyyənlik yoxdur. Mümkünlüklər var. Mümkünlük bir qıl sapı qədər incədir və emosional vəziyyətdən birbaşa asılıdır. Emosional vəziyyət necə düşünməyinə təsir edəcək, necə düşündüyün, oradakı mümkünlüyün açılışına və yaxud da mümkünlüyün içinə mümkünlüyün bağlanmağına səbəb olacaq. Və bunun əsasında icra edəcəksən, bunun hesabında hesabın reallıqla üzləşəcək. Burada çox gözəl şeylər götürmüşəm kitabdan, Mindful Trading'dən. Bunları oxuya bilərsiniz. Hazırki emosional vəziyyətin ona görə də gələcəyi üçün mümkünlüyü açır və ya bağlayır. Açır, bağlayır. Açır, bağlayır. Bəzən müsbət düşünürsən, bəzən çox revolt hiss edirsən, deyirsən, məndən yoxdur, hər şey eləyəcəm, mənim üçün gələcəkdə nə mümkünlüklər var, eləyəcəm. Amma biraz canam şey olan kimi, həvəsdən düşən ki, biraz şey olan kimi fikirləşirsən, ayda, mənim üçün hər şey pis olacaq. Bu zaman gələcək üçün bayaq orada olan mümkünlüyü indi bağladın. Emosional vəziyyət ona görə dəyişdi bunu. Qorxu traderin görə biləcəyi imkanları məhdudlaşdırır. Və bu çox gözəl bir cümlə var burada. Bax, marketi görən əslində sən deyilsən. Qavrayışını formalaşdıran inanclar nələri görə biləcəyini açır və ya məhdudlaşdırır. Əksəriyyət insan, mən burada danışıram, əlbəttə ki, hamı özüm kimi bilmirəm. Məndən çox da ağıllısı da baxır videoya, çox da ağılsızı da baxır videoya. Və bu cümləni başa düşənlər və başa düşməyənlər var. Və başa düşməyənlər mütləq ki, bu şey inkişafına, özünü bu cəhətdən inkişafına mütləq ki, əgər bu sahəyə davam edəcəksə, önəm verməlidir. Gedib şamların o başına, bu başına xətt çəkməklə, bir qədər şablon bir şeylə, deterministik bir market tapa biləcəyinə inanmaqla işləri yürütməsin. O yeriməyəcək. İşlər yeriməyəcək elə. Baxın, sizə motivasiya verən lazımdır. Zor gedirsən deyən lazımdır. Planını izlə, başqa heç nəyə ehtiyac yoxdur, Nihat yalan danışır. Əlbəttə ki, hər şeylə qazanmaq olur. Sən sadəcə psixologiyanı idarə eləməlisən, bir də planını izləməlisən. Füsu qutardır, riskindəki 10 erir, 5 erir, füsu qutardır. Bunu deyənləri axtarırsan. Yaxşı hiss eləyəsən. Təsdiqlənəsən ki, hə, elə mən də bunu deyirdim. Deməli olur. Yoxlayırsan illərlə, 1 il, 2 il, 3 il, 4 il, 5 il, 6 il. Olmur. Amma Nihata da qulaq asmaq istəməyəcəksən ki, çünki eqom var ki içində. Ay yox, bir dəfə demişəm ki, ona baxmayacam, qulaq asmaram. Deməli asmaram, bu eqodakı daha da işləri pisləşdirir. Və zərər kimə dəyir? Və zərər sadəcə olaraq sənə dəyir. Və bir də elə bilirsən ki, arada bir mənə zərər verirsən, burada qruplarda yazanda ki, yox, yəni qara yaxma şeylər yazanda elə bilirsən mənə zərər verirsən. Amma zərər verdiyin tək şey bir özünsən, bir də ki, sənə inananlardır. Və bu mümkünlüklə bağlı bir başqa cümlə. Bu da çox vacib bir şeydir. Çox vacibdir. Hiss edin. Sən, mən və market fakt və ya məkandakı obyekt kimi deyil, bir imkanlar, yəni imkan, mümkünlük olaraq mövcuduq. Reallığı sən müəyyən etmirsən. Əksinə dünyaya özünlə gətirdiyin imkanlarla birləşirsən və bu sənin reallığına çevrilir. Marketdə uğur və ya uğursuzluğun da məhz sənin bu imkanları görən müşahidəçi olmağın müəyyən edir. İmkanları görən müşahidəçi. Yəni sən hansı gözlərdən gördüyün çox vacibdir. Hansı inanclardan gördüyün çox vacibdir. Başqa bir cümləyə baxaq. Marketi limitlənmiş prizmadan deyil, mümkünlüklərin gözündən görmək potensial üçün daha dərin və müsbət potensial açır.
Bunların tərcümələrində ola bilsin səhvlər olsun. Mən ingilis hissəsini yerləşdirmək istədim. Bildim ki, başa düşən o çox olmayacaq. İngilis hissələri təbii ki, çox gözəldir. Bizim dilə tərcümə edəndə arada bəzi mənalar itmiş ola bilər bu cümlələrdə. Amma ümid edirəm yenə başa düşərsiniz. Bu cümlələrin hamısını oxuyun. Baxın. Fərq ondadır ki, bir halda insan qeyri-müəyyənliyi qəbul edib özünü güvənli hiss edir. Digər halda isə mahiyyətcə qeyri-müəyyən olan bazarda suni dəqiqlik axtarmağa çalışır. Gəlin bu bir də mümkünlük məsələsinə bir başqa toxunuş edək. Burada yenə qeyd etmişəm. Hansı emosional vəziyyətdə olduğun, hansı tərzdə düşündüyünü seçir. Hansısa tərzdə düşündüyün əsasən gələcəyin mümkünlüyünü görürsən və ya tamamilə həmin anda mümkünlüyü bağlayırsan. Gəlin lap belə bir ölü nümunə verim sizə. Hesab irəli gedirdi, biraz geri getdi. Həmin anda başlayır neqativ mühakimələr. Onsuz da ki, həssas idin dünəndən, onsuz da ki, irəli getməyə şübhə edirdin özünə ki, mən qazanclı bir treyderəmmi ki, mən hələ də yox inanmıram qazanclı olduğuma. Gah görərsən bu hesabı itirəcəm. Onsuz da ki, həssas idin. Neqativ mühakimələr gecədən səni zəhərləməyə başlamışdı. Və hesabın bir neçə gün geri gedəndən sonra hesabın geri gedir. Bu nəyə başlayır? Artıq içindəki mühakimə özünü təsdiqlədi, qorxmağa başlayırsan, özünü sabotaj etməkdən qorxursan, şübhələnirsən özünə qarşı. Bir növ qəzəbli və impulsiv bir vəziyyətə keçirsən. Və bu vəziyyətdə, bu emosional beyində olanda, içində olan sancıları hiss eləyəndə, yadınızda saxlayın. Siz hal-hazırda bu vəziyyətdə harda hiss edirsiniz? Bu vəziyyət harda hiss edirsiniz? Bu sizin deyək ki, boğazınızdan aşağı hissədir, bu göbəyinizdir. Burada isə aşağıda isə ayaqlarınızdır, qollarınızdır, boğazınızdır, başınızdır. Deməli, siz həyəcanı harda hiss edirsiniz? Sinə bölgənizdə. Həyəcan, qorxu, bu kimi şeylər sinə bölgəsində hiss edəcəksiniz. Oradakı sıxlıqla, mədənizdəki yanğı ilə hiss edəcəksiniz ki, turşuluq da artır mədədə, biraz nəfəs də kəsilməsi olur, çünki oksigen nəzərlərə gedir, beyindən oksigen kəsilir, beyniniz olur damp, heç nə fikirləşə bilməz olursunuz. Qərar verəndə deyiləcək, o vəziyyətdən çıxmaqdan ötürü düymələrə basırsınız, özünüzü gələcəyi anlamlandırıbsınız ki, hər şey bitdi, mənim üçün hər şey məhv oldu, bu hesabı da itirəcəm, mən hələ də pis treyderəm, hesabın gününə bax, oy. Və əslində düzgün treyder harda hiss eləməlidir? Bağırsaqlarında. Çünki cəsarət bağırsaqlarda hiss olunur daha çox. Yəni mədədən alt hissədə orada həmin hissələrdəki sinirlərdə hiss olunur. Cəsarət, bir növ qoruyuculuq, qurbanvericilik bu arxetipdir, bir növ inkişaf etdirməlidir yaddaş gücləndirməklə. O bir qədər sonra isə avtomatik olur artıq. Avtomatik treyder şəxsiyyətinə hopmuş olur. Yəni orada hiss olunur. Və emosional anlamlandırma. Bununla əlaqəli düşünmə şəkli ki, bayaq dediyim kimi hər şey bitdi. Hər şey bitdi. Hesab geriyə gedir. Bundan sonraki əməliyyatda da itirəcəyimi düşünürdüm, elə itirdim. Bu isə gələcəkdə hesabın irəli getməsi mümkün olsa da, sən bu halda hər şeyin bitdiyini haqqında düşünürsən, yəni nə, mümkünlüyü bağlayırsan, hər şey yaxşı olmayacaq deyə fikirləşirsən. Bu nə edir? Mümkünlük. Bax, qanunda var idi ki, sən qazanasan, amma həmin ana qapıldın və gələcək üçün olan mümkünlüyü bağladın. Baş verə biləcək mümkünlüyü bağladın və hesabı itirdin. Amma bağladığın mümkünlükdə nə idi? Əslində potensial olaraq modelin qazancısıdır, irəli gedəcəkdir. Sadəcə olaraq sən həmin anın şeyinə düşdün. Sizin həyatdan gətirdiyiniz beyin long term və müstəqil icraat üçün yox, əlaqə qurma və qısa zamanlı qərar vermək üçün dizayn olunub. Hesabın irəli getməsi üçün müstəqillik fərqli zamanlara paylanmalıdır. Ziddi olan beyniniz isə asıllığın eyni yerə yığmağa meyillidir. Hazırda insanların başqa işlərdə bu düşüncə şəklinə ehtiyac duymadıkları məlumdur. Ona görə də bu işdə daimi struggle tapacaqlar. Bu hissədən bu qədər. Növbəti hissəyə keçək.